Fil surəsi Kəbəni yıxmaq istəyən fil ordusunun məhv edilməsindən bəhs edir. Bu, Allahın evini qoruduğunun açıq dəlilidir. Beləliklə, gəlin bugün Fil surəsindəki hekayəyə nəzər salaq. Bu, ilahi müdaxilənin həqiqətən heyrətamiz bir nümunəsidir. Mənbələr bu hadisəni sadəcə tarix kimi yox, sanki böyük bir müqəddimə kimi təqdim edirlər. Bu hadisə Peyğəmbərin doğulduğu ildə baş verib ki, bu da zamanlama baxımından inanılmazdır. Əslində bu, insan təkəbbürünün izah edə bilmədiyi bir divara çırpılmasının hekayəsidir. Tam mənzərəni görmək üçün Yəməndən başlamaq lazımdır. Abissiniya, yəni Həbəşistan valisi Əbrəhə adlı bir adamdan. Əbrəhə bin Əs-Səbbah. Onun çox böyük bir ambisiyası var idi. İnsanların həcc üçün hara getdiklərini dəyişmək istəyirdi. Bu məqsədlə Sanada Əl-Kulleys adlı möhtəşəm bir kilsə tikdirir. Məqsəd aydındır, onu bütün yarımada üçün yeni dini mərkəzə çevirmək və Kəbəni tamamilə kənarda qoymaq. Bu açıq şəkildə bir güc nümayişi idi. Siyasi, iqtisadi və dini baxımdan hər şey bir arada. Amma maraqlıdır ki, bütün bu prosesləri alovlandıran hadisə daha çox şəxsi xarakter daşıyır. Qureyşdən biri gedir və kilsəni təhqir edir. Bəzi mənbələr bunun bir nəfər, bəziləri isə bir qrup gənc tərəfindən edildiyini, hətta yanğın çıxarıldığını deyir. Hər bir halda Əbrəhə tamamilə qəzəblənir. O, bu hadisəni şəxsi təhqir kimi qəbul edir və birbaşa Məkkəyə gedib Kəbəni daş üstündə qoymayacağına and içir. Bunun üçün ciddi bir hərbi güc toplayır və biz o dövr üçün olduqca dəhşətli miqyasda olan bir işğalçı ordudan danışırıq. Bu ordunun başında isə dövrün ən yüksək hərbi texnologiyası dayanırdı. Abissiniya kralının özü tərəfindən göndərilmiş Mahmud adlı nəhəng bir döyüş fili. Yəni plan heç də gizli deyildi. Məqsəd açıq idi. Zəncirləri Kəbənin sütunlarına bağlayıb fili bütün binanı uçurtmaq. Hücumdan əvvəl Əbrəhə Peyğəmbərin babası Əbdülmüttəliblə görüşür. Mənbələr deyir ki, Əbrəhə onun qamətindən və duruşundan həqiqətən təsirlənmişdi. Şəhər üçün yalvaracağını düşünərdiniz, amma tam əksinə olur. Əbrəhə ondan nə istədiyini soruşur və Əbdülmüttəlib sadəcə ordunun apardığı 200 dəvəsini geri istəyir. Bu istək Əbrəhəni heyrətləndirir. Və məhz bu anda Əbdülmüttəlib o məşhur cümləni deyir. Həqiqətən mən dəvələrin sahibiyəm. Bu evə, yəni Kəbəyə gəlincə, onu müdafiə edəcək öz sahibi var. Bunu dedikdən sonra o geri qayıdır, Məkkəlilərə təhlükəsizlik üçün dağlara çəkilməyi tapşırır və Kəbə tamamilə müdafiəsiz qalır. Və hekayə məhz burada inanılmaz bir dönüş alır. Əbrəhə fili, yəni Mahmudu Məkkəyə tərəf yönəldir, lakin fil dayanır. Diz çökür. Məkkəyə doğru bir addım belə atmır. Onu döyürlər, qarmaqlı əsalarla məcbur etməyə çalışırlar, hər şey edirlər. Amma fil yerindən tərpənmir. Maraqlısı budur ki, onu Yəmənə, Şama və ya başqa bir istiqamətə çevirəndə dərhal ayağa qalxıb rahat şəkildə yeriyir. Yalnız Məkkəyə tərəf döndükdə dayanır. Bu, ordunun sonunun başlanğıcı olur. Bu fiziki müqavimət aktından dərhal sonra ilahi cavab gəlir. Allah Tayran Əbabil, qaranquşlara və ya vağlara bənzəyən quş sürülərini göndərir. Onların silahları isə absurd dərəcədə kiçikdir. Hər quş Siccil adlanan 3 balaca daş daşıyırdı. Biri dimdiyində, ikisi pəncələrində. Noxud və ya mərci böyüklüyündə bərk daşlar. Və nəticə tam bir fəlakət olur. Daşlar inanılmaz dəqiqliklə hədəfləri vurur. Bədənlərindən keçib gedir. Hətta Əbrəhənin özü də yaralanır. Bədəni hissə-hissə çürüməyə başlayır və daha sonra Sanada ölür. Onun ordusu isə faktiki olaraq yox olur. Quranda bu hal çeynənilmiş saman kimi ifadəsilə təsvir edilir. Çox güclü və sarsıdıcı bir obrazdır. Bu hadisə bölgənin kimliyinin formalaşmasında əsas dönüş nöqtələrindən birinə çevrilir. Peyğəmbər Məhəmməd daha sonra bunu Qureyş üçün xüsusi bir lütf kimi xatırladacaqdı. Hətta 10 illiklər sonra Hüdeybiyyə günü öz dəvəsi hərəkət etməyəndə buna istinad edərək demişdi ki, dəvəni saxlayan qüvvə fili saxlayan eyni qüvvədir. Bütün bunlar çox açıq bir dərs verir. Əgər dövrün ən qabaqcıl ordusu, önündə hərbi maşın olan bir güc kiçik quşlar və kiçik daşlar tərəfindən tamamilə məğlub edilirsə, bu, bizim güc və qorunma anlayışlarımız haqqında ciddi suallar doğurmurmu? Üstəlik, bütün bunlar şəhəri və tarixin axarını dəyişdirəcək bir insanın doğumundan dərhal əvvəl baş verir.